Salamlar hər kəsə. Bugün dərsimiz həyəcanlanmadır. Həyəcanlanmanın ən asan izahı bu şəkildədir. Biz insanlar yaxınımıza, dostumuza nəsə bir iş tutarkən ona motivasiya veririk, enerji veririk ki, sən bu işi dəstək oluruq ki, sən bu işi bacararsan, edərsən. O da buna güvənərək öz potensialını aşır. Baxın, insanlar kimi atomlar da belədir. Gərək atoma da enerji, motivasiya verəsən ki, o həyəcanlansın, zəif enerjisindən yüksək enerjisinə keçid etsin. Həyəcanlanmanın baş verməsi üçün iki şərt olmalıdır. Bir küt elektron olmalıdır, bir də boş orbital olmalıdır. Bu həyəcanlanma zamanı S-də olan elektronlar P-yə keçir və yaxud P-də olan elektronlar D orbitalına keçid edəsidir. Baxın, biz bilirik ki, S-in enerjisi P-dən kiçikdir. Biz həyəcanlandırdığımız zaman o elektronlar daha yüksək enerjili səviyyə keçid edir. Həmçinin P-nin enerjisi D-dən kiçikdir. Bu zaman isə həyəcanlandırdığımız zaman daha yüksək enerji səviyyəsinə D orbitalına keçid edəsidilər. Bu həyəcanlanmanın əsas məqsədi budur ki, element atom həyəcanlanan zaman reaksiyalarda valent imkanı maksimumuna çatır. Yəni valentli imkanı maksimum şəkildə olur. Gəlin, hər bir qrupda yerləşən elementlərə ayrı-ayrı baxaq. Bir A yarım qrupundan başlayaq. Bir A yarım qrupunda yerləşən elementlərin xarici təbəqəsində bir elektron olur. Bunlara misal olaraq lityumu, natriumu, kaliumu göstərmək olar. Elə lityumdan başlayaq. Lityumun elektron formunda görürük ki, xarici təbəqəsində bir elektron var. P yarım səviyyəsi boşdur. Bir tək elektron olduğu üçün həyəcanlana bilmir. Biz dedik ki, həyəcanlanmada orbitallarda cüt elektron olmalıdır. Cüt elektron olandan sonra bir də boş orbital olmalıdır ki, həyəcanlana bilsin. Burada bir tək elektron olduğu üçün həyəcanlana bilmir. Burada bir tək elektron elementlərin valentliyini göstərir. Bir tək olduğu üçün bu elementlər bir valentli olurlar. Həmçinin lityum, natrium, kalium sabit valentlidirlər. İndi keçək 2A yarım qrup elementlərinə. 2A yarım qrup elementlərinin xarici təbəqəsində 2 elektron var. NS2, NP0 şəklində. Bunlara misal olaraq berilyum, magnezyum, kalsiyum, baryum aiddir. Berilyuma baxaq. Berilyumun xarici təbəqəsində 2S2, 2P0'dır. Gördüyümüz kimi S orbitalında 2 elektron var. Yəni cüt elektron var. P yarım səviyyəmizdə də orbitallar boşdur. Cüt elektron və boş orbital olduğu üçün 2A yarım qrup elementləri həyəcanlana bilir. Həyəcanlandığı zaman isə S-də olan elektronlar P-yə keçid edir. 2A yarım qrup elementləri bir dəfə həyəcanlanır. Niyə görə? Baxaq. Həyəcanlanan zaman S-də olan elektronlardan biri P yarım səviyyəsinə keçir. 2S1, 2P olur. 2 tək elektronu olur. 2 tək elektron olduğu üçün bu elementlər 2 valentli olurlar. Həmçinin 2A yarım qrup elementləri sabit valentli elementlərdir. Baxın, bundan sonra həyəcanlanma baş verə bilməz. Çünki həyəcanlanma üçün cüt elektron lazımdır. Burada olan S orbitalında olan bir tək elektron P-yə keçid edə bilməz. Həyəcanlanma nə zaman bitəsidir? Elektronların sayı tək olana qədər davam edir. Burada da S orbitalında bir tək elektron olduğu üçün 2A yarım qrup elementi bir dəfə həyəcanlana bilir. İndi keçək 3A yarım qrup elementlərinə. 3A yarım qrup elementlərinin xarici təbəqəsində olan elektron sayı 3'dür. Yəni valent elektron sayı 3'dür. NS2, NP1 şəklindədir. Bura misal olaraq bor alüminiumu göstərmək olar. 3A yarım qrupunda yerləşən elementlərə misal olaraq borun elektron formu 2S2, 2P1 şəklindədir və baxırıq. Görürük ki, burada S orbitalında cüt elektron var. P orbitalında, P yarım səviyyəsində isə 2 boş orbital var. Cüt elektron və boş orbital olduğu üçün 3A yarım qrup elementləri həyəcanlana biləsidir. Bir dəfə həyəcanlana bilirlər.
Həyəcanlandığı zaman S-də olan cüt elektronlardan biri P yarım səviyyəsinə keçid edir. Keçid etdiyi zaman 2s1, 2p2 şəklində olur və gördüyümüz kimi 3 tək elektronu olur. 3 tək elektronu olduğu üçün 3 ay yarım qrup elementləri 3 valentli olurlar. Həmçinin bu elementlər yerləşdiyi qrupun nömrəsinə uyğun valentlik göstərirlər. Bəli, elementlərin maksimum valentliyi yerləşdiyi qrupun nömrəsinə uyğun olmalıdır. Ona görə də 3 ay yarım qrup elementləri valentliyi uyğun gəlir. Artıq bundan sonra ikinci dəfə həyəcanlana bilməzlər. Çünki həyəcanlanma üçün cüt elektron olmalıdır, bir də boş orbital olmalıdır. Burada boş orbital var. Ancaq S orbitalında elektronlar tək olduğu üçün həyəcanlana bilmirlər. İndi 4 ay yarım qrup elementlərinə baxaq. 4 ay yarım qrup elementlərinin xarici energetik səviyyəsində də 4 elektron var. Elektron formulları NS2, NP2 şəklindədir. Bunlara misal olaraq karbonla silisium göstərmək olar. Karbon üzərindən davam edək. Karbonun elektron formulu 2s2, 2p şəklindədir və elektron formuluna baxdığımız zaman görürük ki, burada P yarım səviyyəsində boş orbital var, bir də S orbitalında cüt elektron var. Cüt elektron və boş orbital olduğu üçün həyəcanlana bilirlər. Bir dəfə həyəcanlana bilirlər. Həyəcanlandığı zaman S-də olan cüt elektronlardan biri P yarım səviyyəsinə keçid edir. P yarım səviyyəsinə keçid edərək 2s1, 2p3 şəklində olur. Və həyəcanlanır 2s1, 2p3 şəklində olduğu üçün burada 4 dənə tək elektron olur. 4 dənə tək elektron onun valentliyini göstərir. Yəni bu elementlər 4 valentli birləşmələr əmələ gətirirlər. Yəni yerləşdiyi qrupun nömrəsinə uyğun valentliyi göstərirlər. Artıq tək elektronlar olduğu üçün bunlar həyəcanlana bilməyəsilər. Yəni maksimum bir dəfə həyəcanlanma imkanı var. İndi keçək 5 ay yarım qrup elementlərinə. 5 ay yarım qrup elementlərinin valent elektron sayı 5-dir. Yəni elektron formulu NS2, NP3 şəklindədir. Bura daxil olan elementlər azot, fosfor, bislat göstərmək olar. Azotdan davam edək. Azotun elektron formulu 2s2, 2p3 şəklindədir. 2s2, 2p3 və göründüyü kimi burada S orbitalında cüt elektron var. Birinci şərt öyrəndi. Ancaq P yarım səviyyəsində P orbitalımızda boş orbital olmadığı üçün bu azot atomumuz həyəcanlana bilmir. Azot atomu həyəcanlana bilmədiyi üçün qrupun nömrəsinə uyğun valentliyi göstərmir. Baxın, 3 dənə tək elektronu olduğu üçün maksimum 3 valentli olur. Deməli, azot atomu qrupun nömrəsinə uyğun valentliyi göstərmədi. Nə üçün? Boş orbitalı olmadığı üçün. İndi eyni yarım qrupda yerləşən başqa bir elementə fosfora baxaq. Fosforun xarici təbəqəsinə baxdığımız zaman görürük ki, elektron formuluna baxdığımız zaman görürük ki, 3-cü dövrün elementidir. 3s2, 3p3 və burada əlavə olaraq D orbitalı da var. 3-cü dövrün elementi olduğu üçün. Və görürük ki, cüt elektronu var. S orbitalında cüt elektron var. Bir də boş orbital var D-də. Ona görə bu fosfor elementimiz, atomumuz həyəcanlana biləsidir. Həyəcanlandığı zaman S-də olan cüt elektronlardan biri D yarım səviyyəsinə keçid edəsidir. 5 ay yarım qrup elementləri bir dəfə həyəcanlana bilir. Həyəcanlanan zaman S-dən D-yə keçid edir. Bu zaman 3s1, 3p3, 3d1 olur. 3d1 olur. Və tək elektronların sayı cəmi 5 olur. Tək elektron sayı burada valentliyi göstərir. Valentliyi göstərir və deməli fosfor yerləşdiyi qrupun nömrəsinə uyğun valentliyi göstərir. Və burada görürük ki, hər bir orbitalda elektron sayı təkdir. Tək olduğu üçün daha həyəcanlana bilməzdir. Həyəcanlanma elektron sayı tək olana qədər davam edir. Deməli, 5 ay yarım qrupda azot yerləşdiyi qrupun nömrəsinə uyğun valentliyi göstərmədi, çünki boş orbitalı olmadı.
Fosfor isə bir dəfə həyəcanlandı və qrupun nömrəsinə uyğun valentliyi göstərdi. İndi 6A yarım qrup elementlərinə baxaq. Valent elektron sayı 6-dır. Elektron formulları NS2, NP4 şəklindədir. Misal olaraq oksigeni kükürdü göstərmək olar. Oksigen üzərindən davam edək. Oksigenin elektron formulu 2s2, 2p4 şəklindədir. Və gördüyümüz zaman, baxdığımız zaman görürük ki, P yarım səviyyəsində cüt elektron var, S yarım səviyyəsində cüt elektron var. Ancaq boş orbital yoxdur. Boş orbital olmadığı üçün oksigen atomu həyəcanlana bilmir. Oksigen atomu 6A yarım qrupda yerləşir. Qrupun nömrəsinə uyğun valentliyi göstərmir. Nə üçün göstərmir? Çünki boş orbitalı yoxdur. Oksigenin xarici təbəqəsində 2 tək elektronu olduğu üçün maksimum 2 valentli ola bilir. Yəni, oksigenin 2 valentli olması onun 2 tək elektronu ilə müəyyən olunur. İndi kükürdə baxaq. 6A yarım qrupunda yerləşən kükürdür. 3-cü dövr elementidir. 3-cü dövr elementi olduğu üçün 3s2, 3p4, bir də D orbitalı var. Və bura baxdığımız zaman görürük ki, boş D orbitalı var, bir də cüt elektronu var. P'də də cüt elektron var, S'də də cüt elektron var. Deməli, bu həyəcanlana bilər və 2 dəfə həyəcanlana bilir. Həyəcanlanma zamanı birinci P'dən D'yə keçid edəsidir. P'dən D'yə keçid edir. Birinci həyəcanlanma halında. Keçid edir və elektron formulu bu şəkildə olur. 3s2 P'dən D'yə keçdiyi üçün 3p3, 3d1 şəklində olur. Və burada görünür ki, 4 dənə tək elektronu var. 4 dənə tək elektron olduğu üçün deməli, kükürt atomu 4 valentli olur. İkinci həyəcanlanma halına baxırıq. İkinci həyəcanlanma halında P'də olan, baxın, P'də hamısı tək elektron olduğu üçün P'dən artıq, P orbitalının həyəcanlanması artıq bitdi. İndi S-ə keçəsidir. S-də cüt elektron olduğu üçün S-dən D orbitalına keçid edəsidir. Keçid etdiyi üçün 3s1, 3p3, 3d2 şəklində elektron formulu olasıdır. Baxın, 3s1, 3p3, 3d2. Burada da 6 tək elektron olduğu üçün qrupun nömrəsinə uyğun valentliyi göstərəsidir. Yəni, bu formulda ikinci həyəcanlanma halında kükürt 6 valentli olasıdır. Deməli, kükürt həm 2, həm 4, həm də 6 valentli ola bilir. İndi baxaq 7A qrupunda yerləşən elementlərə. Onların valent elektron sayı 7-dir. Elektron formulları NS2, NP5 şəklindədir. Buna misal olaraq florü, xloru, bromu, yodu misal göstərmək olar. Yəni, halogenlərə aiddir. Flor üzərindən baxaq. Florun elektron formulu 2s2, 2p5 şəklindədir. Elektron formuluna baxdığımız zaman görürük ki, boş orbital yoxdur. Cüt elektron olmasına baxmayaraq boş orbital yoxdur. Ona görə də florumuz həyəcanlana bilmir və qrupun nömrəsinə uyğun valentlik göstərmir. 7A-da yerləşir, maksimum bir valentlik göstərir. Burada bir tək elektronu olduğu üçün maksimum bir valentliyi olur. İndi keçək digər 7A-da yerləşən elementlərə, məsələn, xlora. Xlora baxırıq, xlor 3-cü dövr elementidir. 3s2, 3p5, 3d0 şəklindədir. Burada boş orbital və cüt elektronlar olduğu üçün xlorumuz həyəcanlana biləsidir. 3 dəfə həyəcanlanma imkanı var. Birinci həyəcanlanma halında P'də cüt elektronlar olduğu üçün ilk öncə P'dən D'yə keçid baş verir. P'dən D'yə keçid baş verdiyi üçün elektron formumuz bu şəkildə olasıdır. 3s2, 3p4, 3d1 şəklində olasıdır. İndi baxaq. Görək burada neçə tək elektron var? Cəmi 3 tək elektron var. 3 tək elektron olduğu üçün birinci həyəcanlanma halında xlor 3 valentli olur. İndi keçək ikinci həyəcanlanma halına. Yenə P orbitalında cüt elektron olduğu üçün həyəcanlanma P'dən D'yə olasıdır. Yəni elektronlar P'dən D'yə keçid edəsidir. Və bu şəkildə olasıdır. 3s2, 3p3, 3d2 şəklində olasıdır. Və bura baxdığımız zaman görürük ki, 5 tək elektron var. 5 tək elektron
onun valentliyini göstərir və bu birləşmələrdə ikinci həyəcanlanma halında xlor 5 valentli olur. İndi burada baxdığımız zaman görürük ki, S-də də yenə cüt elektron var. Cüt elektron olduğu üçün xlor atomumuz 3 dəfə həyəcanlanar, 3-cü dəfə həyəcanlanır. Bu zaman elektronlar S-dən D-yə keçid edir. Növbəli şəkildə keçid edirlər. Baxın, keçid olunduğu üçün elektronlar D-yə keçdiyi üçün elektron formumuz bu şəkildə olasıdır. 3s1, 3p3, 3d3 şəklində olasıdır. Və görürük ki, burada 7 tək elektron var. Deməli, xlor atomu 7 valentli olasıdır 3-cü həyəcanlanma halında olanda. 3-cü həyəcanlanma halında 7 valentli olur. Deməli, xlor atomumuz qrupun nömrəsinə uyğun valentli göstərir. Xlor 1, 3, 5, 7 valentli olur. 8A yarım qrup elementləri, bunlar təsirsiz qazlara aiddir və bunlar həyəcanlana bilmirlər. Çünki xarici təbəqələri tamamilə elektrondan dolmuşdur, boş orbitalları olmadığı üçün. Deməli, uşaqlar, 3 elementimiz hansılardır? Flor, oksigen, azot, fon elementləridir. Baxın, bu elementlər qrupun nömrəsinə uyğun valentlik göstərmədilər. Nə üçün göstərmədilər? Çünki boş orbitalları olmadıkları üçün göstərmədilər. Flor atomumuz 7-də yerləşir, 7A-da. Oksigen atomumuz 6A yarım qrupunda, azot isə 5A yarım qrupunda yerləşir. Baxın, flor maksimum 1 valentli olur, oksigen maksimum 2 valentli olur, azot isə 3 valentli olasıdır.